Qulaq as, bayram qabağı deyə görərsiniz, xanavadada biri-biri ilə küsülü olsa, cəmin böyükləri, xanavadanın böyükləri qaydib deyərlər, baba, bayram qabağıdır, təzə el gəlir, qudurətləri qoyun qırağa, barışın. Bəli, mən deyəm, barışmayın. İttifaqən nə qədər qudurətiniz var, saxlayız ömür boyu ürəyinizdə. Hər kəs sizə namədçilik edib, heç vaxt yaddan çıxartmayın. Son bir xassı ittifaq düşmək ki, fəqət il əvəzdənir. Sənə namədçilik edənin zatı heç vaxt əvəz olmayacaq. Bir dənə namərd həmişə namərddir. Pəs xahişən bu təzə ilin bəhanəsinə ehsasatı olub gedib yenə bu cür adamlardan barışıb özünüzü ilişdirməyin. İttifaqən bu təzə ildə bir dənə möhkəm təsmin tutuz ki, o kəslər ki sizə namədçilik eləyiblər, xiyanət eləyiblər, yaxçılığınızın qədrini bilməyiblər, duz çörəyinizi yeyiblər, hürmətini saxlamayıblar. Bir dənə möhkəm təsmin tutuz ki, bunları bəraya həmişə zindiyinizdən pak eləyəsiniz, qoyasınız qırağa.